Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bu dəfəki mövzumuz coğrafiya fənnindən yer səthinin geoloji inkişafı olacaq. Günəş sisteminə daxil olan planetlərin yolu müəyyən mərhələyə qədər eyni olmuşdur. Planetlər eyni inkişaf mərhələlərini keçmişdir. Lakin sonralar isə planetlərin inkişafı bir-birindən fərqlənmişdir. Və təbii ki, bizim yaşadığımız yer kürəsi də digər planetlərin inkişafından əsaslı şəkildə fərqli cür inkişaf etmişdir. Biz bu inkişafı iki yerə ayırıb öyrənirik. Planetar inkişaf, geoloji inkişaf. Biz bu dərsimizdə məhz yerin geoloji inkişaf mərhələsi haqqında danışacağıq. Geoloji inkişaf ilk okeanın yaranması ilə başlayır, yəni Pantalasın yaranması ilə. Pantalasın yaranmasına qədər olan mərhələ planetar inkişafdır. Pantalasın yaranması ilə başlayan bu mərhələ isə 4,5 milyard il əhatə edir, yəni yerin geoloji inkişaf mərhələsi. Bu mərhələdə yer səthinin təbəqələri yaranmış, onun üzərində dağlar və düzənliklər əmələ gəlmiş və yer müasir şəklini almışdır. Geoloji mərhələnin başlanğıcında yer qabığının qalınlığı az olduğundan litosfer tavalarının hərəkəti ilə bağlı vulkanizm müşahidə olunmuşdur intensiv şəkildə və müxtəlif yerlərdə litosfer tavalarının sərhədlərində, konvergent və divergent sərhədlərində müxtəlif relyef formaları, dağlar, təpələr, düzənliklər, çökəkliklər, novlar yaranmışdır. Bəzi hissələrdə yer səthinin qalınlığı artmış, vulkanizm prosesləri yaranmışdır, dayanmışdır. Məhz bu yer qabığının tam olaraq formalaşması, çökmə, qranit və bazalt qatlarının yaranması ilə başa çatmışdır. Belə ki, artıq bunun nəticəsində yer səthinin qalınlığı artdığı üçün kütləvi intensiv vulkan püskürmələri baş verməmişdir. Daha sonra isə biz bu mərhələdə yerin geoloji inkişafını, yerin geoloji yaşını öyrənmək üçün süxurların iki cür yaşını təyin edə bilərik. Nisbi olaraq və mütləq yaş olaraq. Nisbi yaş o deməkdir ki, süxurların yatım ardıcıllığına, onların tərkibindəki bitki və heyvan qalıqlarına əsasən müəyyən edilir. Üst qatlarda olan süxurlar çox vaxt alt qatlardakı süxurlara nisbətən daha cavan olur. Şəkildən də bunu müşahidə edə bilərik. Mütləq yaş isə süxurların tərkibində olan radioaktiv elementlərin parçalanma müddətinə görə müəyyən edilir və bu müddətə əsasən süxurların mütləq yaşı təyin edilə bilər. Yerin geoloji inkişafını biz kriptozoy və fanerozoy olmaqla ən böyük zaman vahidi olan eonlara bölürük. Kriptozoy eonunda yaranan süxurlarda canlı orqanizm qalıqları tapılmadığı üçün kriptozoy eonu gizli həyat adlanır. Fanerozoy eonunda isə onurğalı orqanizmlər yarandığından onların skeletləri və zəngin bitki qalıqları süxurların tərkibində aşkarlanmışdır və məhz bu xüsusiyyətlərinə görə də biz bu eonu fanerozoy, yəni aşkar həyat adlandırmalıyıq. Gəlin indi geoxronoloji cədvələ ümumi olaraq diqqət edək. Biz dedik, ən böyük zaman vahidi eondur. Eonlar eralara, eralar dövrlərə bölünür. Kriptozoy eonu iki eraya bölünür. Arxey və proterozoy eonlarına, eralarına daha doğrusu. Fanerozoy eonu 3 eraya bölünür. Paleozoy, mezozoy və kaynozoy. Paleozoyun dövrlərinə Kembr, Ordovik, Silur, Devon, daş kömür, Perm. Mezozoyun dövrləri Trias, Jura, Təbaşir və kaynozoyun dövrləri isə Neopaleogen, Neogen və Antropogen olaraq qədimdən cavana doğru sadaladıq. Bu şəkildə dövrlərə ayrılır. Həmçinin qırışıqlıq mərhələləri də kaynozoyda arx qırışıqlığı, mezozoyda Kembri qırışıqlığı, Paleozoy 3 qırışıqlıq mərhələsindən keçmişdir. Perm və daş kömür dövrləri Hersindən, Devon və Silur dövrləri Kaleodon, Ordovik Kembri, həmçinin proterozoyda aid edilir Baykal qırışıqlığı mərhələsinə. İndi bu eralara aid olan əsas xüsusiyyətləri, bu eralarda baş verən əsas prosesləri diqqətinizə çatdıracağam. Arxey qeyd etdiyimiz kimi ən qədim era hesab edilir və qədim qırışıqlıqların və güclü vulkanizmin başlanması məhz Arxey erasında baş vermişdir.
Həmçinin bu erada ibtidai tək hüceyrəlilər və bakteriyaların da yaranması prosesi baş vermişdir. Daha sonra proterozoy erası gəlir. Proterozoy erasında artıq qədim qırışıqlıqlar yaranmağa davam etmişdir. Artıq arxeida yaranan bakteriyalar inkişaf etmişdir, yosunlar yaranmağa inkişaf etməyə başlamışdır və tək-tək halda onurğasızların əmələ gəlməsi prosesi baş vermişdir. Sonrakı mərhələ paleozoy mərhələsidir. Artıq paleozoy mərhələsində vahid quru parçası olan Pangeia parçalanır Lavrasiya və Gondwana qurularına və bu quru parçalarının deməli sahəsində isə vahid Pantalas okeanı mövcud idi və vahid Pantalas okeanının sahəsinin artması və azalması məhz paleozoy erasında baş vermişdir. Paleozoy erasında artıq bitkilər də yaranmağa başlamışdır. İynəyarpaqlılar, çılpaq toxumlu bitkilər, həmçinin ayı döşəklərin yaranması da paleozoy erasına təsadüf edir. Paleozoyda suda quruda yaşayanların, okeanda ilk balıqların, quru sahəsində isə ilk bitkilərin və onurğasızların yaranması məhz paleozoy erasına təsadüf edir. Daha sonra keçək paleozoydan sonra mezozoy erasına. Mezozoy erasında artıq Lavrasiya və Gondwana parçalanaraq müasir materiklər əmələ gətirir. Lavrasiya şimal materiklərini, yəni Şimali Amerika və Avrasiyanı, Gondwana isə cənub materiklərini, yəni Cənubi Amerika, Afrika, Antarktida və Avstraliya. Burada bir şey qeyd etməliyik. Hindistan və Ərəbistan yarımadaları isə Gondwanadan ayrılaraq tektonik proseslər nəticəsində deməli hərəkət edərək məhz Avrasiya litosfer tavasına birləşmişdir. Məhz bunun üçün biz bu iki yarımadanı yad quru parçaları kimi də adlandıra bilirik bəzən. Həmçinin Pantalas müasir okeanlara bölünmüşdür Mezozoyda. Mezozoyda artıq məməlilər və quşlar da yaranmışdır. Həmçinin örtülü toxumlu bitkilərin yaranması da Mezozoy erasında baş vermişdir. Görünənlərin yaranması və dinozavrların nəslinin kəsilməsi də Mezozoy erasına aid edilən hadisələrdəndir. Daha sonra gəlin keçək eramıza, yəni Kaynozoy erasına. Belə Kaynozoy erasında müasir landşaftın yaranması baş vermişdir və Kaynozoy erasında həmçinin biz qeyd edirik 4-cü dövr buzlaşması və müasir relyefin yaranması, cavan dağların yaranması Alp qırışıqlığında, Tets okeanının parçalanması və nəticədə Aralıq, Qara, Xəzər və Aral dənizlərinin bir-birindən ayrılması və bu dövrün ən mühüm hadisəsi ilk insanların və insana bənzər meymunların əmələ gəlməsi olmuşdur. Bu da baş vermişdir Kaynozoyun son mərhələsi olan 4-cü dövr, yəni antropogen dövründə. Beləliklə dərsimiz bu qədər. İzlədiyiniz üçün, diqqətiniz üçün təşəkkür edirəm.